Okay, mən işdən çıxmışam, bunu dedim. Bu barədə uzun-uzadı danışmaq istəmirəm. Çünki siz də məni tanımırsınız, mən də sizi tanımıram. Bunun nə qədər sizə maraqlı olduğunu da bilmirəm. Mənim üçün maraqlıdırmı? Maraqlıdır. Çünki bəzən sən elə bilirsən həqiqət səndədir, düzgün yoldasan, düzgün qərar vermisən. Amma bir də o şəxsin gözündən baxsan hadisələrə və düşünsən ki, sən səhv eləmisən və nəyi səhv eləmisən? Yenə fırlatsan, dönsən, dolaşsan, sonda rahat olmağın üçün sən həmişə düz olacaqsan. Yəni mən özümə deyirəm, mən həmişə düz olacağam. Yəni bunun başqa variantı yoxdur. Çünki o adam hər işi özü görmək istəyirdi, hər şeyi özü eləmək istəyirdi. Bu məni çox tıncıxdırırdı. Biraz da məndə 9-dan 6-ya iş rejiminə qarşı belə qarşı sevgi var. 9-dan 6-ya. Bizdə adətən 9-dan 6-ya deyildi. Saat 11-dən 11:30-dan 21:30-a qədər idi. Ən uzağı 22:00-a qədər idi. Buna qarşı məndə belə bir sevgi var. Özümü belə qul kimi hiss edirəm. Həqiqətən gördüyüm işi, işdə nə qədər maaş almağımdan asılı olmayaraq, müdirə faydam dəysin istəyirəm. Yəni müdirin işinə faydam dəysin istəyirəm. Həmin işi məsəl üçün özüm üçün görmək istəsəm, o işi 100% ya ertələyəcəm, ya eləməyəcəm, ya uzadacam vaxtın. Bu %100-dür və günün sonunda elə bir bərbad şəkildə eləyəcəm ki, eləməsəydim ondan daha yaxşı olardı və bu yolla 35 yaşım var və hələ də başqasına işləməklə günümü, vaxtımı, ömrümü keçirdirəm. Beləcə işdən çıxdım, bunu bildirmək istəyirdim, çinməmişdən qabaq danışmaq istəyirdim. Dedim əş boş ver, niyə danışırsan, nəyə lazımdır danışırsan. Getdim, çimdim, gəldim və dedim ki, danışacağam. Son videoma 35 nəfər baxmaq deyəndə yəqin ki, giriblər, görüblər ki, burada belə bir adam var. Bir dəqiqədən sonra, maraqsızdır. Başım buraxıblar. Ümid edirəm bu videonda başım buraxacaqsınız. Bura qədər gəlmisinizsə xəbər eləyin, rəy bildirin, fikrinizi bildirin. Bir də abunə olun. Ağlımda dəli-dəli fikirlər var əslində. Mən Polşada yaşayıram. Polşanın Varşava kəndinə, Varşava şəhərində yaşayıram. Varşavanın da belə deyim, bir başqa bucağında yaşayıram da. Yəni Varşava çox böyükdür. Soruşanda hardasan? Varşava. Varşavanın hamısını belə qucaqlamamışam da mən. Mən sadəcə bir küncdə, bir məhəllədə, bir evdə, bir balaca küncdə, belə bir qıraqdayam mən yəni. Yəni burada olan bəzən videolara baxırsan, bəzən şeylərə baxırsan, bloqerlərə baxırsan, bəzən əslində həmişə sual verir. Xaricə köçənlər niyə bloqer olmaq istəyir? Əslində bloqer olmaq istəmirlər, sadəcə paylaşmaq istəyirlər, sadəcə öz fikirlərin, istəklərin paylaşmaqsa bu normaldır. Bunu evdə də oturub eləyə bilərsən Azərbaycanda. Halbuki mən 10 il bundan qabaq da bunu eləmişəm. Hətta belə bir seriyam var idi mənim, hər gün video çək. Təbii ki, çəkmədim, çünki özüm üçün eləyirdim və bunu eləmək kimi bir ehtiyac duymadım. Amma başqası üçün eləsəydim, məsəl üçün götürüb mənə 150-200 manat pul versəydi ki, hər gün mənim üçün video çək, 100% çəkərdim. Çünki qul düşüncəsi, xidmət eləmək düşüncəsi çox gözəl formalaşıb məndə. Bunun da bu videoda belə açıq danışaraq, etiraf eləyərək ilk dəfə özümdə kəşf elədim. Belə, nə demək istəyirdim? İşdən çıxdım, yeni il qabağı, iş axtarışına başlayacağam. Bu videonu da qutarandan sonra 100% paylaşacağam. Əgər sənə gedişat maraqlıdırsa, həqiqətən sənə, yəni 1, 2, 3 nəfərə və mən bunu davamlı seriya şəklində çəkə bilərəm. Necə elədim, necə iş tapdım, nə iş gördüm. Bəlkə də sən də mənim vəziyyətimdəsən, bəlkə sən də işdən çıxmısan, ümumiyyətlə nə etmək istədiyini bilmirsən, hara gedəcəyini bilmirsən, kimlə qarşılaşacağını da bilmirsən. İş elanlarına baxırsan, ümumiyyətlə bu iş elanına zəng eləyimmi, eləməyimmi deyə düşüncədəsən və belə. Və belə. Ona görə əgər sən də mənim düşüncəmdəsənsə, sən də mənlə eyni fikirdəsənsə, mənim kanalıma abunə ol,
və yaxud da rəy bildir, fikir yaz, like elə. Belə bir Telegram kanalı açdım. 35 nəfər baxdı son videoya, amma heç kim keçmədi o Telegram kanalına. Orada gündəlik disiplinli şəkildə disiplini öz həyatıma qatmaq və yaxud da disiplinli olmaq üçün paylaşacağım şeylər var. Məsəl üçün gündə 10.000 addım. 3 gündür onu davam edirəm. Düzdür, ondan qabaq da davam eləmişdim, amma ara sıra yarımçıq buraxmışdım. Bəzən olurdu ki, bir gün, 2 gün 5.000 addım atırdım. Səhər yuxudan durmaq ümumiyyətlə bacarmıram. Səhər saat 5-də dururam, yuxudan saat 7-də, amma 6-da durmaq istəyirəm. 1 saat, o 1 saat, yəni çox zülmlü gəlir mənə. 7-də duram amma, okeydir, 7-də duram, amma 7 mənə sərf eləmir də. Mən 6-da durmaq istəyirəm. 6-da durub öz üzərimdə işləmək istəyirəm. Amma 6-da səhər saat dura bilmirəm bax, iş arasıdır. Amma saat 6-da iş çıxsa, məsəl üçün ki, 6-da falan yerdə işdə olmalısan və yaxud da 7-də falan yerdə işdə olmalısan, mən 6-da durub hazırlaşacağam, ənimi geyinəcəm, yeməyimi yeyəcəm, bəzən heç kim yeyəcəm, suyumu içəcəm, çıxıb gedəcəm. 7-də olacam. Amma ki, söhbət özümdən getdiyi üçün, özümə nəsə bir faydam dəyəcəyini düşündüyüm halda eləmədiyim üçün bu da yəni sonuc olaraq 9-dan 6-ya yaşayan insan düşüncəsinin bariz nümunəsidir. Ümid edirəm video əla çıxıb, çünki videonu iPhone 13-lə çəkirəm, sadə 13-dür, 13 rəqəmini çox sevirəm. Qismət olsa bundan sonra 13 Pro-nu alacağam, bilmirəm niyə, amma ki, belə bir Pro-ya keçmək istəyim var məndə. Nəyisə tamamlamaq istəyim var məndə. Tamamlamaq da ki, növbəti videonun mövzusu olar inşallah. Əgər qismət olsa yeni ildə görüşərik. Əgər bu maraqlı olsa bu video, mən indi 6-cı gündür, 6 bazar, 1-ci gün, birinci gün özümə выходной verirəm, birinci gün işləmirəm. Çünki oğlumu bağçadan götürməliyəm. 2-ci gün tapa bilərəm bəlkə iş. Onu soruşaram. Birinci gün bir işə zəng eləməliyəm bu arada. Onun cavabını deyə bilərəm. Necə oldu, nəzər danışdım, nə iş gördüm. Səs yazma olarsa, bəlkə səsmə yazmanı da yazaram. Bilmirəm, gedişata baxarıq. Özünüzə müğayət olun. Çox sağ olun. Ümid edirəm hər şey əla düşüb, işıq, bomba.